9-cu siniflər üçün nəzərdə tutulan OTK sınaq testindən növbəti testlərə baxaq. Düzgün variantı seçməliyik. Choose the correct variant. The Nile is-dən sonra gələn sifət üstünlük dərəcəsindədir. Biz də bilirik ki, sifətin üstünlük dərəcəsində the müəyyən artiklından istifadə olunur. Və cümlənin sonunda isə in world, dünya sözündən öncə də the istifadə olunur. Ümumiyyətlə, söz önlərindən sonra the istifadə olunur. Ona görə düzgün cavab C variantı. Deməli, növbəti testdə match the words to their definitions. Sözlərlə izahları bir-birinə uyğunlaşdırmalıyıq. Təbii ki, ən doğru şəkildə. Be fluent in. To be fluent in nədəsə mükəmməl, səlis olmaq, xüsusilə bu dil bacarıqlarında istifadə olunur. Ona görə də bir üçün biz seçəcəyik B variantını. Yəni to be able to speak a language easily and well. Yəni bir dili, hər hansı bir dili asan və gözəl şəkildə, ən yaxşı şəkildə danışmağı bacarmaq, səlis şəkildə danışmağı bacarmaq. İkinci söz essential. Essential nə deməkdir? Lazım, vacib, əhəmiyyətli. O sözün sinonimləri nə ola bilərdi? Important, necessary. Bəli, something very important, necessary. 2 A variantı. Və üçüncü isə connected, yəni əlaqəsi olan, əlaqəli. O sözün də sinonimini nəzərə alaq. Linked or related to ola bilərdi. Ona görə də düzgün cavab C variantı. Connected, linked or related to something, yəni nə iləsə əlaqəsi olan, bağlılığı olan. Növbəti testlər. Choose the sentence with the noun in the singular, yəni təkdə olan isimli cümləni seçməliyik. A variantı. The sentence suggests different outcomes. Burada isimlər hamısı, ikisi də daha doğrusu cəmdədir. Sentence və outcomes sözləri. Bizə tək lazımdır. B variantı. The equipment was tested yesterday. Burada bəli, equipment sözü təkdədir, cihaz mənasında. C variantında the geese are flying to the farmer countries. Geese, countries hər ikisi cəmdədir. D variantında several oxen were grazing under trees. Oxen və trees sözləri cəmdədir. The newcomers were welcomed warmly. Newcomer sözü yeni gələnlər cəmdədir. Bizə tək lazım idi. Düzgün cavab hansı oldu? B variantı. Növbəti test. Choose the correct pairs of antonyms. Təəssüf ki, bu sualda çox şagirddə səhv gördüm. Ona görə buna diqqət eləyək xüsusi. Antonimləri seçməliyik. Rapid, tez, sürətli. Fast, o da tez, sürətli. Bunlar sinonimlərdilər. Large, böyük, geniş. Tiny, kiçicik, balaca, çox balaca. Bəli, bu birinci düzgün antonim cütlüyüdür. Brave, cəsur. Courageous, o da cəsarətli. Bunlar sinonim kimi gedir, antonim kimi yox. Cheerful, şən, şaqraq, şən, güləriz. Sorrowful, qəmli. Bəli, bunlar antonimlərdilər. Cheerful və sorrowful bir-birinin antonimidir. Intelligent, hər ziyalı, ağıllı. Smart, o da ağıllı. Bunlar sinonim kimi götürülə bilər. Düzgün cavab large, tiny və cheerful və sorrowful.